Bu günləri sizlər feil haqqında danışacağıq. Biz 2-ci və 1-ci sinifdə hərəkət bildirən sözlər haqqında eşitmişik. Feil nədir? Feil varlığın hərəkətini bildirən nitq hissəsinə feil deyilir. Feilin sualı nə etmək? Feil lüğətlərdə uşaqlar mək şəkilçisi ilə verilir. Yəni feil özü nədir? Əşyanın nəyini bildirir? Əşyanın hərəkətini bildirir və feil lüğətlərdə mək sonluğu ilə yazılır. Məsələn, getmək, nə etmək? Getmək. Qaçmaq. Nə etmək? Etmək. Qaçmaq. Deməli, nə etmək sualı feilin sualıdır. Gedir, getdiyi zaman nə edir? Hərəkət edir. Qaçmaq, qaçır, nə edir? Hərəkət edir. Yadınızda da 2-ci sinifdə biz keçmişdik ya, hərəkət pasiv, bir də aktiv hərəkətlər var. Düzdürmü? Onlar haqqında da danışacağıq. Getmək, nə etmək? Qaçmaq, nə etmək? Feil sadə formada mək şəkilçisi ilə, yəni lüğətlərdə sadə formada mək şəkilçisi ilə verilir. Biz mək şəkilçisi olanda feili düzəltmə formada götürə bilməliyik. Yəni feil sadə formada necə yazılır lüğətlərdə? Mək şəkilçisi ilə yazılır. Və feilin tək sualı nə etməkdir? Xeyr. Feil 3 zamanı var. Keçmiş zaman, indiki zaman, gələcək zaman. Keçmiş zamanın sualı nə etdi? İndiki zamanın sualı nə edir? Gələcək zamanın sualı isə nə edəcək sualıdır. Gəlin. Məsələn, keçmiş zaman qısa formada yazıram. Keçmiş zaman, indiki zaman və gələcək zaman. Keçmiş zaman. Hadisə nə olub? Nə vaxt baş verib? Olub, bitib. Keçmişdə olub. Sualı nə etdi? İndiki zaman. Hadisə nə vaxt baş verir? İndi baş verir. Nə edir? Gələcək zaman isə hələ baş verməyib. Gələcəkdə baş verəcək. Nə edəcək? Sualına cavab verir. Deməli dedik, feil sadə formada mək şəkilçisi vasitəsilə düzəlir. Keçmiş zamanının sualı sadə formada nə etmək sualına cavab verir. Keçmiş zamanda nə etdi? İndiki zamanda nə edir? Gələcək zamanda isə nə edəcək sualına cavab verir. Feili müxtəlif şəkilçilər artırmaq olar. Birinci gəlin zamana görə şəkilçilərə baxaq. Keçmiş zamanda dudu, 4 cür yazılan şəkilçi, ib, 4 cür yazılan şəkilçi. İndiki zamanda gələcək zamanda ata-gələcək 2 cür yazılan şəkilçi. Məsələn, bir dənə feil götürək. Sadə formada, məsələn, oynamaq. Oynamaq. Nə etmək? Bu sözdə, oynamaq feilində zaman var? Xeyr, zaman yoxdur. Gəlin bu sözü biz zamana görə dəyişək. Keçmiş zamanda oynadı. Bəli, başqa mənşin verin, zəhmət olmasa. Oynadı. İndiki zamanda oynayır. Gələcək zamanda oynayacaq. Oynadı. Zaur oynadı. Bitti. Yəni keçmişdə oynayır Zaur. Nə etdi? Oynadı. Hansı şəkilçisi ilə düzəldi? D şəkilçisi ilə. Zaur indi oynayır. Hadisə nə vaxt baş verir? İndi.
zamanda hansı şəkilçi ilə düzəldir? I şəkilçisi ilə. Zaur hələ oynamır. Oynayacaq. Fiziki tərbiyə dərsində çıxır, oynayacaq. Hansı şəkilçi ilə düzəldir? Acaq. Yəni hadisə hələ baş verməyib, gələcəkdə baş verəcək. Fe'llər dedik hansı şəkilçilərə qəbullədir?